kəndini, həm Şuşanı, həm də bizə hər zaman adı dastanlara düşən Laçın şəhərindəyik. Və bu günləri bizə Abdullah qardaş həm ona özünə yaxın bildiyi bir valideyn, xeyirxah insan, vətənpərvər bir qardaşımızla bizi tanış edir, ona qonaq olduq. Onun ürəyində olan arzular odur ki, şəhid ailələrinə qayğı göstərmək bütün Laçınların borcudur. Əgər Masallı bura gəlibsə, Ağsaqqal öz ürək sözünü deməmiş buradan Masallılar gedərsə, çox narahat olar və biz də onun Ağsaqqal olaraq sözünü yerə salmadıq. Özümüzə borc bildik ki, gələk həm öz arzuların, həm istəklərin, həm şəhidlərimizin ruhu şad olsun deyə Laçınlılardan Masallılara bir hədiyyə olaraq öz ürək sözlərimi deyər inşallah. Çox sağ olun. Abdullah, çox sağ ol. Sağ olasın. O qədər Allah sənə versin ki, həmişə bütün bax belə sevincli işlərə sərf eləyəsən qazancını. Çox təşəkkür edirik. Çox minnətdarıq sənə. Bütün Laçın cəmaatının adından deyirəm. Yenə rəhmət eləsin. Allah Abdullahın canını sağ eləsin ki, bir gün gətirmişsiniz bax bu Laçın. İndi hamı eşidəcək, biləcəklər ki, gəlmişsiniz. Hamı sizə çox sağ ol deyir. Bugün bizi buralara gətirən bizim o şəhid balalarımızdır. O şəhid balaları ki, sizlərin övladıdır. Siz həqiqətən qəhrəman insanlarsınız, qəhrəman valideynlərsiniz. Laçınlılar eşitsinlər. Yəni, Azərbaycanın daxilində yaşayan insanlar Tatı, Talışı, Ləzgisi, Laçınlısı, Lənkəranlısı, Leriki bir yumruq olaraq birləşdi, düşməndən torpağını azad elədi və şərəfli bir yaşayış qoydu. Biz Azərbaycan xalqı üçün məhz siz qəhrəman valideynlərin, qəhrəman övladları böyütdüyü nəticəsində. Mən Ağsaqqal Laçın Yusif kişinin yanında Laçına 157 hərbi hissədə görüşdük. Ağsaqqal gözəl bir söz dedi. Dedi, bütün Laçınlılar eşitsin. Bu Laçının uğrunda şəhid vermiş insanların bizdən çox haqqı var bu Laçın torpağında. Bizim ata-baba torpaqlarımız ola bilər. Amma bu torpaqları Leliklili, Lənkəranlı, Qubalısı, Zəngilanlısı, digərli yerlilər, Laçın xalqı bizim üçün əzizdir. Sizin övladlarınız olmasa, biz bugün burada yoxuduq. Yenə orada, burada elə, məsələn, elə başqa cür insanlar da var. Elə. Onları da xahiş edirəm, nəzərə alınsın. Məsələn, 5 nəfər yaramazla Laçın, mən o gün deyirəm, Laçının tək təbiəti ilə, mineral suyu ilə, meşəsi ilə tanımaq lazım deyil. Əgər Laçınlı Laçınlıdırsa, Laçının vətəndaşı ilə tanısırlar qoy. Elədir, bəli, Laçın xalqından da təvəqqəmiz onlardır ki, bu analar bu Laçın torpağı, Qarabağ torpağı üzərində qıymadan, gözlərin qırpmadan övladların verdilər. O övladlar ki, heç vaxt bir-birini görməmişlər, yaralı zaman bir-birlərini xilas edib, tanımadığı bir insan xilas edən zaman şəhid oldular. Və təvəqqəmiz ondan ibarətdir ki, bu şəhid valideynləri Azərbaycanın hansı güşəsinə ayaq qoyursa, orada onların qarşısında baş əyməli və onların xidmətində durmalı. Yəni, Laçın əhalisi bugün eşidirsə, Masallıdan, Lənkərandan, digər bölgələrdən şəhid ailələri bu torpağa gəlib, buranı ziyarətə gəlib, birbaşa yüksək səviyyədə onların qarşısına çıxmaq, bütün işğalda olan torpaqlar ki, azad edilmir, orada insanlar yaşayır, tək Laçına aid deyil, Qubadlısına, Zəngilanlısına, Şuşasına, Xankəndinə, Xocalısına, hamısına aid, Ağdamına. Çünki biz bir olduq, bu torpaqları geriyə aldıq. Yəni, hamımızın bir boynumuzda haqqımız var. Bu insanların haqqı vardı, övlad böyütdü. O şəhidlərdə, o əskərlərdə vətən uğrunda haqqı vardı ki, vətəni müdafiə eləsin, canın torpaqla əvəz elədi. Torpağın vətənin canından üstün tutdu. Və onlar əbədiyyətə qovuşubsa, onların əmanətləri həyatdadır. Hamıdan təvəqqəm odur ki, nə vada, yəni şəhid ailələrinin küçündə, yəni onların üstündə bir tablo varsa, bir şəhid var, heç olmasa bir xoş söz, Allah şəhidimizi rəhmət eləsin. Onlar ölməzdir. Sizin şəhidiniz, sizin balanız, bizim balamız. Sizin dərdiniz, bizim dərdimiz deyə. Yəni bu bölgələrdə ki, o insanlar gəlir, biz gəldik, çox gözəl isti münasibət gördük. Həqiqətən isti münasibətə layiq insanlardır bu şəhid valideynləri. Çünki məhz onların sayəsində bu qızıl hərflərlə yazılan tarixi biz yaşayırıq. Azərbaycan heç vaxt itirdiyini geri aldığı olmayıb. Məhz o şəhidlərin sayəsində biz bütöv Azərbaycanda yaşayırıq. Yusuf Ağsaqqal, sizə minnətdaram. Kəskin, düz danışan, haqqı deyən, əgər Laçında xor baxan varsa,
Bir dənəsi belə olmamalıdır. Hamısı layiqli olmalıdır. Çünki biz Azərbaycan xalqı olaraq, layiqli olaraq bu torpaqlara ölməyə gəldik, şəhid olmağa gəldik və öldürməyə gəldik, torpaqları azad eləməyə gəldik. Həmrəy olaraq yumruq kimi birləşdik, torpaqlarımızda şükür Allaha aldıq. O günləri həmrəy bir yerdəyik, bu gün də gələndə isti münasibət görüb həmrəyliyi hər zaman hiss eləməliyik. Deyib gülmüşük. Bəlkə bu insanlar, şəhid valideynləri deyərəm ki, bu gün güldüyü qədər heç vaxt bir gündə evlə gülməmişdilər. Şəfa xanım da hərəmiz bir növlə, yəni biləsiniz ki, un suya qarışmasa xəmir olmaz. Xəmir olmasa çörək olmaz. Biz bir-birimizdən elə qarışıb sıx münasibət yaradıb necə gözəl günlər keçirdik. Bu gözəl günlərin ən dahasına sizlər layiqsiniz. Sevinməlisiniz. Şəfa xanım buyurun. Ki burada bu azadlıqda payınız var. Bir-iki cümlədə əlavə edeyim. Şəhid ailələri hər zaman bizim baş tacımızdır. Amma biz bura gələnə qədər mən daha doğrusu öz adımdan danışıram. Şuşanı, Xankəndini görə-görə bu Laçın doğrudan da Qarabağ Azərbaycanın ən gözəl güşəsiymiş. Hər zaman 30 ildir bu torpaqların xəyalını qururduq. Videolarda görürdük, şəkillərdə görürdük, kimlərin ağzından eşidirdik ki, belə bir Azərbaycanın gözəl güşəsi var. Bugün bu anaların, o övladlarının, o şəhidlərinin hesabına biz bura ayaq qoya bilərik. Haqqında, sizlər haqqında nə qədər danışsaq, sözlərimiz qurtarmaz. Laçın 3 gün idi alınmışdı. Laçın alınana qədər biz aşağıda Güləbirdən çay qırağı yolu yox idi. Xaraba yollarla yardım daşıyardıq. Aşağı posta sürhməramlı Rus sürhməramlarına nizbəyiz. Bu Laçın bizdə deyil idi. Müşahidə ilə Rus sürhməramların müşahidəsi altında bizim hərbiçilər sadəcə keçə bilərdi. 3 gün idi ki alınmış idi. Biz buralara gəldik. Aşağıda bəyəkləri dedim. Çox bərbad gündə idi. Yəni buradan qalxdıq, bozdu, Minkənd qalxdıq yuxarıya. Yəni elə Laçınlı var, çox Laçınlı var ki, biz bura gələndə hələ Laçınlının ayağı gəlməmişdi. Şükür, xoşbəxt yaşasın Laçın əhalisi. Dədə-baba yurtlarda halal xoşları. Bu vətən bizimdir. Elin o baş olmaz. Laçını da, Lənkəranı da, Leriki də, Qubası da hamısı bizimdir. Amma biz buralara sevə-sevə gəldik. Sizlərdən də təvəqqəmiz odur ki, o insanlar gələndə onların qarşısına sevə-sevə çıxır. İstəyimiz bu. Etməyən etməsin, özü bilər. Amma biz etdik. O gün də buradaydı, ağır gündə, bu günlər xoş gündə yenə buradayıq. Çox sağ olun.